Gecənin işıqları qədim Azərbaycanın zirvələrinə yaxın dağların sərt və əbədi möhtəşəmliyini, çayların sərin və sakit axışını hiss etmək mümkün olan Mirzəabad kəndi, əsrlərin ağırlığını, ataların hikmətini və insan qəlbinin dərin sirlərini özündə cəmləşdirən bir məkan idi. Hər səhər günəşin qızılı şüaları dağların zirvələrindən aşağı doğru süzüləndə, kəndin dar daş yollarının, qocaman ağacların səssiz şahidliyini və köhnə divarların üzərində yazılmış tarixləri canlandırırdı. Burada yaşayan insanlar sadəcə gündəlik işlərlə məşğul olmurdular, onlar həyatın hər anını, acı ilə şirin, kədər ilə sevincin iç-içə keçdiyi, dərin düşüncələrlə, mərhəmət və ümidlə yaşamağı özlərinə öyrədir. Keçmişin dərslərini gələcəyin ümidinə çevirirdilər. Kəndin ən hörmətli ailələrindən biri olan Hacı Rəşidin nəsli illərin gətirdiyi təcrübə və hikmətlə Mirzəabadın hər küncünə öz izini buraxmışdı. Hacı Rəşidin oğlu Tofiq uşaqlıqdan bəri bu səmimi atmosferdə böyümüş, atası Rəşidin dediyi hər acı qəlbdə gizlənən işığın parıltısını artırır və sözlərini öz həyat fəlsəfəsinə çevirmişdi. Hər səhər Tofiq dağların sərin havasını dərindən içinə çəkərək, torpağın təzə qoxusunu, kəndin üfüqündə ümid kimi parlayan işığı hiss edər, həyatın sirli və əbədi dövranında öz yerini tapmağa çalışardı. O, inanırdı ki, hər bir insan öz içindəki gücü, sevgi və mərhəməti kəşf etdikcə həyatın ən qaranlıq gecələrində belə ulduzların parıltısını tapır. Bir gün kəndin dar daş yollarından keçərkən, Tofiq Mirzəabadın mərkəzində yerləşən kiçik kafenin önündə dayanıb orada toplanan insanları müşahidə edirdi. O an gözləri, kafenin qapısından içəriyə addımlayan, incə və dərin baxışlara malik Nigar adlı gənc qıza ilişdi. Nigar, kəndin ən gözəl və mehriban qadınlarından biri idi. Onun saçları günəş işığında qızılı parıldayır, gözlərində isə keçmişin nağıllarının acı və şirin xatirələri əks etdirən sanki 1000 illik hikmət vardı. İlk dəfə gözləri üst-üstə gəldikdə Tofiqin qəlbi sanki bir anlıq sürətlə döyünməyə başladı, içində itirilmiş arzuların, unudulmuş xəyalların qığılcımı yenidən alovlandı. O an Tofiq dərin bir hissə sahib oldu ki, bu qarşılaşma taleyin incə toxunuşu kimi həyatının yeni bir səhifəsini açacaq, ürəklərində əbədi iz buraxacaq. Kafenin küncündə palıd ağaclarının sərin kölgəsi altında Tofiq və Nigar arasında yaranan ilk dialoq, kəndin səmimi ruhunu və ataların öyrətdiyi ənənələri əks etdirirdi. Tofiq, sakit və düşüncəli səs tonunda, görürsən, bu torpaq bizim köklərimizi, atalarımızın öyrətdiyi hikməti, keçmişin izlərini daşıyır. Hər bir daş, hər bir ağac sanki bizə həyatın acı ilə şirin tərəflərini, kədər və sevincin birləşməsini xatırladır, deyərkən Nigar da dərin baxışlarla cavab verirdi. Həyat, sevgi ilə, mərhəmətlə və ümidlə doludur. Hər acı, hər kədər, gələcək üçün yeni ümidlər doğurur, ürəklərdə əbədi bir işıq kimi yanır. Bu səmimi söhbətlər, kəndin sakit gecələrində ulduzların səmasını bəzəyən sükut içində Tofiq və Nigarın ürəklərində dərin izlər buraxdı. Mirzəabadın gündəlik həyatı yalnız sakitlik və təbiətin gözəlliyi ilə məhdudlaşmırdı, bəzən taleyin sərt sınavları da insanları sınağa çəkirdi. Bir payız günü dağların ətəyindən qəfillə soyuq küləklər və sərt yağışlar tarlaları və yolları örtərək kəndi bir fəlakətə sürüklədi. Torpaq sürüşdü, köhnə evlər zədələndi və insanların ürəklərinə dərindən acı toxundu. Kəndin sakinləri bu qəfil təbiət hadisəsinin yaratdığı dağıntı qarşısında çaşqın və kədərli idi, amma ataların öyrətdiyi kimi hər acının ardında yeni bir ümidin doğduğunu bilirdilər. Tofiq, fəlakətin ortasında hər fəlakət, gecənin ən qaranlıq anında belə ulduzların parıltısını gizlədən bir dərsdir. Bizim qəlbimizdəki işıq sönməz, hər acı yeni ümidləri doğurur, deyərək özünü və ətrafındakiləri təsəlli etməyə çalışdı. Kəndin yaşlıları, ataların sözlərini və qədim dastanları yad edərək, gənclərə gələcəyin daha parlaq olacağına inam bəxş etdilər. Fəlakətin keçdiyi günlərdən sonra Mirzəabadın sakinləri bir-birinə daha da yaxınlaşaraq, dayanışma və ümidlə gündəlik həyatlarına davam etdilər. Tofiq və Nigar, fəlakətin yaratdığı acıları və etkiləri unutmadan, amma onlardan dərs çıxararaq bir-birlərinin yanında olmağın, sevgi və mərhəmətin ən böyük gücü olduğunu anladılar. Gecələr ulduzların səmasını seyr edərkən Tofiq, həyat böyük bir roman kimidir, hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc iç-içədir. Biz isə bu romanın hər bir səhifəsini sevgi və inamla yazmalıyıq, deyə söz alırdı. Nigar da hər yeni gün bizi yeni ümidlərə, yeni başlanğıclara aparır. Hər itki bizə gələcəyin nə qədər qiymətli olduğunu öyrədir, cavabını verirdi. Onların bu dərin dialoqları kəndin sakit gecələrində hər küncdə və hər daşda öz əbədi izlərini buraxır, Mirzəabadın insanlarına yeni ümidlər bəxş edirdi.
Zaman keçdikcə Tofiq və Nigarın sevgisi Mirzəbadın bütün sakinləri üçün böyük bir ilham mənbəyi oldu. Onların hekayəsi yalnız iki gəncin romantik duyğusunu deyil, eyni zamanda insanın öz içindəki gücü, sevgi ilə qəlbini aydınlatmağı və hər çətinliyi aşmağı öyrədən bir öyrəncəni təmsil edirdi. Atası Hacı Rəşidin dediyi kimi, həyat bizə yazılmış böyük bir roman kimidir, hər səhifəsində dərs və ümid var. Biz də bu romanı yazarkən ürəklərimizi açmalıyıq, sözləri gənclərin ürəyində dərin izlər buraxmışdı. Bir neçə il sonra Mirzəbadın mərkəzində böyük bir mərasim təşkil olundu. Kəndin bütün sakinləri keçmişin acı dərslərini və atalarının öyrətdiyi hikməti yad edərək yeni ümidlərlə gələcəyə addım atmağa qərar verdilər. O axşam səmada ulduzların parıltısı altında Tofiq və Nigar əl-ələ kəndin dardaş yollarında gəzir, hər addımda həyatın əbədi sirlərini, sevginin və mərhəmətin işığını hiss edirdilər. Tofiq, gecənin ən qaranlıq anında belə ulduzlar sənin içindəki işığı xatırladır. Bizim sevgimiz bu ulduzların parıltısı kimidir, sönməz və əbədi, deyərkən Nigarın gözlərində dərin inam və sevgi oxunurdu. Nigar isə bizim hekayəmiz bu torpağın, dağların və çayların sirlərini daşıyan bir nağıl kimi gələcək nəsillərə ilham verəcək, deyərək gələcəyə dair ümidlərini paylaşdı. Gecənin sərinliyində Mirzəbadın sakinləri keçmişin dərslərini, ataların nağıllarını və insan qəlbinin dərin sirlərini yad edərək yeni səhifələr açdılar. Hər kəs öz içindəki işığı taparaq hər çətinliyin ardında gizlənən ümidləri kəşf etdi. Kəndin hər daşında, hər yarpağında və hər axan çayında sevilmiş insanların və itirilmiş arzuların izləri vardı. Bu nağıl yalnız iki gəncin sevgisi deyildi, o, bütün Mirzəbadın, bütün Azərbaycanın və hətta kainatın sirlərini, həyatın əbədi romanını əks etdirirdi. Hər yeni gün günəşin qızılı şüaları ilə başlayan, ulduzların səmasını bəzəyən o sakit gecələrdən insanlar keçmişin dərslərini və gələcəyin ümid dolu səsini qəlblərinə yazırdılar. Beləcə, Gecənin İşıqları adlı bu dastan Mirzəbad kəndinin dərin tarixinə, ataların hikmətinə və gənclərin sarsılmaz inamına şahidlik etdi. Hər kəs həyatın acı və şirin tərəflərini sevgi və mərhəmətlə birləşdirərək öz hekayələrini yazdı və gələcəyə ümidlə baxdı. Bu nağıl Mirzəbadın hər küncündə, hər daşında və hər axan çayında əbədi izlər buraxaraq gələcək nəsillərə sevgi, inam və insanlığın dərin dəyərlərini öyrətməyə davam etdi.